3 satın içərisində belə bir 6 qarajlı, gözəl bir evlə sitans edirəm. Hörmətli izləyicilərim, yerləşmə yerdə Maçdağ qəsəbəsində 17 saylı notariusun arxa hissəsində belə bir maraqlı evlə sizin qarşınızdayım. Deməli, videonun sona qədər izləyin, bütün məlumatları qeyd edəcəm inşallah. Deməli, dediyim kimi ev özü 3 satın içərisindədir. Böyük darvazası var, həyətdə də rahatlıqla, yəni maşın, daha doğrusu bir neçə maşın daxil ola bilir. Qarajdan rahatlıqla hündür maşına qədər saxlamaq mümkündür. Evin sağ hissəsində arxasına keçirmək mümkündür və sol hissəsindən də arxa hissəsinə keçirmək olur. Qeyd edeyim ki, evin alt hissəsi gördüyümüz kimi belə bir vəziyyətdədir. Amma yuxarısı tam full təmirlidir. Həyətdə bir ümumi çəkim təqdim edeyim. Dediyim kimi evin bu hissəsindən də o hissəsinə keçmək olur arxasına. Həyətdə belə gördüyünüz kimi maraqlı dekorativ ağaclar, güllər əkilib. Keçirin evin içərisinə. Çox gözəl bir sakit, hündür bir ərazidədir ev. Daxilində evin içərisinə tanış etdim sizi. Deməli, bura evin koridor hissəsidir və isti poldur. Kollektoru gördüyünüz kimi bu hissədə yerləşir. Solda belə bir mətbəx, gizli işıqlarla maraqlı bir dizayn verilib. Sağda belə bir qonaq otağı, şəbəkə stil pəncərə, böyük pəncərədir və burada da solda belə bir kiçik yataq otağıdır. Burada belə bir digər bir yataq otağı. Qeyd edirəm ki, ev ümumilikdə istipoldur. Xətlər yəni çəkilib. Burada da belə bir sonuncu digər bir yataq otağı dəyərli izləyicilərim və sonda sanitar qovşaq və hamam otağı. Aksesuarlar da yığılır. Tam full təhlil verilir. Asma tavanına qədər səliqəli şəkildə təmirdir gördüyünüz kimi. Və sonunda qeyd edeyim ki, evin qiyməti. Bu evin qiyməti 155.000 manat deyilir start olaraq. Sənəddə paket kupçadır. Həm torpağa, həm evə xüsusi mülkiyyət çıxarışdır. Əlaqə nömrəmiz aşağıda və səhifədə qeyd olunur. Bu və bunun kimi digər evlərlə tanış olmaq istərsəniz, səhifəmizə daxil olub baxa bilərsiniz. Bizi unutmayın, sağ olun.